Tehranın cümə namazının xətibi Azərbaycan Respublikasında qeyri-İslami davranışlardan təəssüfləndiyini bildirib. Höccətülislam vəl Müslimin Kazım Siddiqi cümə namazının bu həftəki xütbələrində Biyabursi qey paradın təbliği və icra olunması üçün Azərbaycan Respublikası hökuməti tərəfindən bu paradın keçirilməsi və milyonlarla dolların sərf olunmasını utandırıcı adlandıraraq rəsmi Bakıya tövsiyə edib ki, ABŞ və İsrail rejiminin aldadıcı siyasətləri çərçivəsində addım atmaq əvəzinə bu vəsaitləri Azərbaycan Respublikasının yoxsul xalqına xərcləsin. Bizim əziz qardaşlarımız Müsəlman zir həcmə fərhəngi və nizami düşmənlər qərar tutmuşuz. Sizlərə salam ərz edirəm və sizləri dadizi və şikayətizi Allah'ın məhzərindən mətrəh edirəm. Əl-Mustağasu bikə ya sahibət zaman. Bizlər sizin kinarınızda bu ki məscidlərinizi təxrib edirlər, əzadarlıqlarınızı mövrid təərrüz qərar verirlər, uşaqlarınızı, namuslarınızı çadırla, hicabla mədrəsəyə yol vermirlər. Əvvəlin mərtəbə azadiهای insanidən məhrum ediblər beləyizi. Sizin dərdinizlə bizlər aşinayıq və sizlərə ərz edirik ki, əvvəlindən İslam və müsəlmanlar müqabilə küfrdə varmışlar, müqabilə zulmdə varmışlar. Amma bilin, sizlər inşallah səngər dininizdə bir-birinizlə olun, fərəc yoxdur. Əleysə subhu bəqərib. Və bu məsələyi rahbeymai ya ərz olsun huzur mübarəkizə ki, həmcinsbazlar, libasçılar, ayrı keşvərlərdən gələcəklər orada. Siz müsəlman, qeyrətli, özünüzün və namuslarınızın müqabilində bu işə əncam verələ. Həm Allah narazıdır, həm azadə bəşəriyyət narazıdır və həm cihan İslam bu məsələdən ehsas musibət edir və dağdardırlar və sizin kinarınızda varıq və deyirik, həm təzahüratınızı, həm etirazlarınızı, həm ittihadınızı hifz edin. Umidvarım hökuməti əqəb nişinlik eləyə və müsəlmanlarla müdara eləyə.